Bismillahirrahmanirrahim. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bəhsimiz Qur'an-ı Kərimin təfsiridir və keçən cələsələrimizdə, bəhslərimizdə Hucurat surəsinin təfsirini dedik və Hucurat surəsi 11 və 12-ci ayələrin təfsirini qeyd etdik. Bu ayələr həm əxlaqi və həm ictimai baxımından çox böyük əhəmiyyət kəsb etdiyinə görə biz bu ayələrindən istifadə olunan bir neçə nöqtəni bu cələsəmizdə deyirik. Yəni 11 və 12-ci ayədən istifadə olunan nöqtələri. Birinci nöqtə ki, bu ayələrdən istifadə olunur. O, Allah Teala bu iki ayədə bizə, yəni 11 və 12-ci ayədə bizə bir neçə məsələni xatırlatdı. Biri budur ki, başqalarını məsxərə və lağ etməyin. İkincisi, eyb axtarmayın. Üçüncüsü, pis ləqəblərlə çağırmayın. Dördüncüsü, bədgüman olmayın. Beşincisi, təcəssüs və axtarış eləməyin xalqın şəxsi məsələlərində və altıncısı, qeybət məsələsi idi. Allah Teala bu iki ayədə bizi bunlardan çəkindirməklə bizi elə bil ictimai baxımından da elə bil əmniyyəti kamilləşdirir. Yəni, birinci nöqtə ki, bu ayələrdən istifadə olunur. O budur ki, ictimai əmniyyət kamil olur, əgər bunlardan çəkinsək. Ümumiyyətlə, belə deyək ki, insanın üç sərmayəsi var ki, biri onun canı hesab olur, biri onun malı hesab olur, onun namusu hesab olur və dördüncü onun abırıdır. Və hətta bəzi vaxt deyərdik ki, bu abır bunların hamısından üstün hesab olunur. Və odur ki, ictimai baxımından cəmiyyətin əmniyyəti mühümdür və cəmiyyətin əmniyyəti, əgər bir cəmiyyətdə lağ olarsa, qeybət olarsa, böhtan olarsa, bədgümanlıq olarsa, bir-birinə pis səsləmə, ehtiramsızlıq olarsa, bu cəmiyyətdə artıq əmniyyət bir-birinə dəymiş olar və hər bir şey bir-birinə qarışmış olar. Və bu cəhətdən bunlardan çəkinmək və Allah ki, çəkindirir, ictimai əmniyyəti kamilləşdirir. Həzrəti Rəsulullah buyurur ki, İnna Allaha hərrəmə minəl muslimi dəmuhu və maluhu və irzəhu və ən yəzunnə bihi zənnəssu ki, həqiqətən Allah Teala haram elədi müsəlmanın qanını, malını və onun abırını aparmağını və onun haqqında bəd güman eləməyi. Bir müsəlman digər müsəlmanın haqqında bu işləri görməyi Allah Teala haram elədi. Və odur ki, bu işlər o işlərdir ki, həqiqətən cəmiyyətin əmniyyətinə gətirib çıxarır. Amma görürsən ki, bəzi vaxt, yəni bu hərəkəti görən insanlar, qeybət eləyən, bədgüman eləyən, bunların özünün bir xüsusi qorxu var bunlarda və hədisdə buna işarə eləyir. Əleyhissalam buyurur, Mən ləm yuhsin zənnəhu istəvhəşə min kulli əhədin. Hər kim ki, zənni, gümanı yaxşı olmaya, o cəmaatdan qorxar, vəhşət içində olar. Niyə? Məsələni sadə olaraq, məsələn, belə izah edə bilərik ki, məsələn, bir nəfər həmişə başqaları haqqında başlayır bədgüman olmağa, bədgüman. Və bu bədgümanlığı da zehnində fikirləşir və dilinə gətirir. Filan kəs də elə belədir, o da belədir, bu da elədir. Həmişə qorxu yaranır ki, bundan birdən kimsə mənim sözümü xəbər verər və mənim həmin şəxs, məsələn, mənə üstümə gələr və mənə deyər mənim haqqımda niyə bu cür danışdın? Və ümumiyyətlə,
cəmiyyəti, bu hərəkətinlə cəmiyyəti bir-birinə vurar və hətta cəmiyyətdə o cür insanlar qınağa səbəb olur və əslində bu yaxşı haldır ki, o cür insanlar cəmiyyətdə qınanalar ki, suizən, bədgüman eləyən insanlar. Yoxsa qınanmasalar cəmiyyət öz əmniyyətini itirmiş olar. Məsələn, görür ki, cəmiyyətdə bədgüman eləyən və suizən eləyən insanlar həmişə artıq bu suizənləri həddini aşdıqda hamı başlayır ona təzəkkür verməyə. Məsələn, bu ünvandan ki, sən də həmişə bunun haqqında yaxşı fikirləşmirsən, biraz fikirlərini düzəlt ki, öz ruhiyyən düzəlsin. Görürsən, belə bir insanlarda psixoloji baxımından da görürsən, əsəbi də bir-birinə dəyir. Və bu cür insanlara mən eşitmişik, deyirlər ki, məsələn, sən özünü düzəlt ki, fikrin onda bunda, onun haqqında düşünməkdə olmasın ki, sən həmişə neyniyəsən, özün də yaxşı olasan. Əlbəttə, bəzi vaxtda görürsən, bədgümana səbəb olan şeylərdən biri həsəd olur. Həsəd olur. Məsələn, necə? Baxır ki, təsəvvür eləyir ki, xüsusən də bəzi vaxt, məsələn, çox hallarda görürsən, xanımlarda baş verir. Başqasının ev eşiyinə, dəmdəzgahına, bəzək, düzəyinə, belə deyək, gözəlliyinə, ümumiyyətlə, yaxşı yaşayışını həmişə başlayır həsəd eləməyə. Bu, o yaşayışı əldə eləyə bilmədiyinə görə o gözəl yaşayışı ki, bunda həsəd artıq səbəb olur ki, pis güman yaranmağa. Məsələn, nə kimi? Çünki o yaşayış əldə eləyə bilməyib, məcbur olaraq bədgüman olur. Nəyə bədgüman olur? Filan kəs, məsələn, filan bahalı əşyanı aldı, yaxud filan evi aldı və yaxud maşını aldı. Görəsən, bu pulun qaynağı hardandır? Artıq o pulun qaynağı gedir sual altına ki, o pulun qaynağı hardandır? Görəsən, halal yoldumu, haram yoldumu? Bu düşüncədə həsəddən yarandığına görə təbii ki, bu pulun qaynağını aparır, çıxarır haram yola, baxmayaraq ki, halal olsa belə. Odur ki, bədgümanlıq cəmiyyətdə və hətta insan daxilində gətirir belə bir qarşı durmalara gətirib çıxarır və ona görə Allah Teala bundan bizi çəkindirir ki, bədgüman olmayın, cəmiyyət əmniyyətdə qalsın. Hətta bir ailə daxilində də görürsən, ər-arvad münaqişəsində və yaxud evladı da bu dairəyə qatsaq, görürsən ki, qadın kişi haqqında, kişi qadın haqqında pis düşüncə düşünərsə, ailə sistemi də bir-birinə dəyməyə başlayır. Əlbəttə, bəzi istisna yerlər var ki, onlar inşallah bəyan olacaqlar. Ümumiyyətlə, qeyd etdiyimiz kimi Allah da bu ayədə, 11-ci ayədə ki, buyurdu, İnnə əksərəz zən, kəsirəz zən ki, çox zənn etmək, güman etmək, çoxlu gümanlar var ki, haramdır ismun. Bu çoxdan məqsəd qeyd etdik ki, o zənnlərə aid idi, o gümanlara aid idi. Ümumiyyətlə, pis gümanlara aid idi. Çünki güman olunan şeyin əksəriyyəti, yəni pis cəhətdədir ki, yaxşının öz yeri var ki, Quran buna işarə eləyirdi. Əgər bir nəfər haqqında biz zənn eləyiriksə bir nəfər haqqında, əgər onun pisliyinə heç bir dəlilimiz yoxsa, demək bu yaxşı zəndir və yaxşı zəndə insanın ümumiyyətlə əhval ruhiyyəsini düzəldir. Yaxşı düşüncə insanın psixoloji baxımından əhval ruhiyyəsini düzəldir. Ümumiyyətlə, bəzi gümanlar var ki, əgər iki nəfər şahid ola, adil ola, o gümanın yaxşılığına yoza, o güman nədir həmişə yaxşı güman ünvanında hesablanar. Ümumiyyətlə, nəticə olaraq bədgümandan bunu deyərdik ki, cəmiyyətin əmniyyətinin qorunmağının çəkinmək, bədgümandan cəmiyyətin əmniyyətinin qorunmağını gətirib çıxarar. Ümumiyyətlə, bu 6 günahdan ki, bir nöqtə olaraq biz bunu işarə elədik. Və hətta
təcəssüs etmək, qeybətin özü hamısı da nəticəsi bədgümandan sonra gəlir təcəssüsə çıxır, təcəssüsdə qeybətə çıxır. İkinci nöqtə olaraq bu 11 və 12-ci ayədən istifadə edirik. O da budur ki, təcəssüs etməyin. Təcəssüs etmək, axtarış etmək həmişə səbəb olar müəyyən sirlərin açılmağına. Baxın, insanlar arasında elə bir sirlər ola bilər ki, bu sirlər yaddaşlardan silinib gedibdir və bu sirlər iki insan münasibətində, məsələn, əgər bu sir açılsa, ya ər-arvad arasında, məsələn, gələr ailə dağılmağına, təlaqa gətirib çıxarda bilər. Ümumiyyətlə, belə deyək, yeri yerindən oynadan sirlərdən söhbət gedir və ona görə təcəssüs qadağandır, axtarış qadağandır, xüsusən şəxsi ailə məsələsində, insanın şəxsi telefonunda, insanın şəxsi əşyalarında təcəssüs qadağandır. Məgərin ki, güman oluna ki, məsələn, anadır, atadır, evladın şəxsi əşyasında axtarış eləyir. Güman olar, məsələn, şübhə aparır ki, görəsən, uşağın, məsələn, mötədim oldu, ya yaxud narkomanma oldu və yaxud elə bir, məsələn, uşaqda qeyri-adi bir hərəkətlər olur ailədə, məsələn, ya böyüklərdə, o yetkinlik yaşa çatanda ata-ana axtarış eləyir ki, görün, məsələn, mənim uşağım cibindəki nədir, gətirdiyi nədir, məsələn. Bəzi vaxt bu düzgün nəticəyə çatmaq üçün axtarış eləyir. Yoxsa normal halda uşağı da yormağa ehtiyac yoxdur. Belə yerlər təbii ki, təcəssüs etmək istisna olan yerlərdir. Amma xalqın, cəmiyyətin şəxsi şeylərində təcəssüsə ehtiyac yoxdur. Amma gəldikdə dövlət məsələsinə, İslam cəmiyyətinin qorunmasına, Həzrət Rəsulullahın öz zamanında da casuslar var idi ki, Peyğəmbərin hökumətini qorumaq üçün müxtəlif yerlərə gedərdilər və bunlara o zaman uyun deyirdilər. Uyun ərəb sözünün eynin cəmidir, yəni gözlər, baxan gözlər. Müxtəlif yerlərə baxırdılar. Təbii ki, o zaman İslam hökuməti Mədinədə təzə qurulmuşdu və bu hökumətin düşmənləri çox idi. Xüsusən Peyğəmbər Mədinəyə gəldikdə düşmən daha çox idi. Məkkədə müşrik çox idi, o qədər Peyğəmbərlə düşmənçilik eləyənlər yox idi. Və Peyğəmbər təbii ki, hökumətin qorunması üçün məcbur idi ki, bu kimi hallarda uyunlar, həmin bu casuslar hökuməti qorumaq üçün müəyyən məlumatları əldə eləmək üçün ora-bura getsinlər, baxsınlar. Bu da belə deyək, İslam hökumətinin qorunmağı, cəmiyyətin əmniyyətinin qorunmağı idi. Çünki o zaman tayfa məsələləri çox idi. Bir tayfanın digər tayfaya aralarını qızışdırırdılar, aralarında dava salırdılar və hətta qətlə səbəb olurdu. Amma bu casusların bu güdümə vasitələri ilə, kontrol vasitələri ilə məsələ gəlib bu davalı yerlərə çıxmırdı. Odur ki, belə bir yerlər istisnasız yerlərdir, istisna olunan yerlərdir və gərək də bunlar ola bir ölkənin əmniyyətini qorumaq üçün. Amma ölkənin əmniyyətini qorumaq bəhanəsi ilə kimlərinsə şəxsi işinə qarışmaq düzgün deyil. Amma bir şəxs ki, təbii ki, ondan şübhə olunur, hökuməti, belə deyək, əzəmətini, əmniyyətini qorumaq üçün təbii ki, o zaman qanun icazə verir ki, məsələn, onun şəxsi işinə daxil olmaq, amma bu bəhanə ilə olmaz. Yəni, həqiqət varsa olar İslam işi baxımından da. İkinci nöqtə ki, bu bəhsdən biz istifadə elədik, təcəssüs etməməkdir.